Salam, hər vaxtınız xeyir olsun. Biz ilk olaraq bu məsələyə baxdıqda bu məsələni statikanın həndəsi və analitik üsulu ilə həll etməyi həyata keçirəcəyik. Demək, bu məsələdə gördüyünüz kimi bizim sistemimiz iki çubuqdan və yaxud da iki kəndirdən ibarət olduğunu görə bilərik. Onların bir ucları A nöqtəsində və B nöqtəsindən divara bərk edilmiş haldadır. Digər ucu isə buranın C nöqtəsi götürsək, C nöqtəsində bir-birinə birləşdirilib və həmin nöqtədə P yükü tətbiq olunmuşdur və bu P yükünün də qiyməti gördüyünüz kimi 1000 Newtondur və bizdən də istənilir ki, əgər bu uc nöqtəsində çəkisi 1000 Newton olan yük tətbiq olunmuşdursa, o zaman bu AC çubuğunun və BC çubuğunun daxili qüvvəsi nə qədər olmalıdır? Və gördüyünüz kimi bu çubuqların divarla əmələ gətirdiyi bucaqlar da bizə verilmişdi və P yükü də bizə verilib. Biz ilk növbədə bu məsələni, yəni BC daxili qüvvəsini və AC daxili qüvvəsini statikanın həndəsi üsulu ilə hesablayacağıq. Daha sonra aldığımız dəyərləri bir kənarda qeyd edib analitik üsulla da hesablayacaq və belə deyək, qiymətlərin üst-üstə düşdüyünü isbat edəcək. Eyni zamanda da həmçinin siz hər iki üsulla məsələnin həllini, eyni məsələnin həllini görmüş olacaqsınız. Demək, ilk növbədə biz baxaq həndəsi üsula. Həndəsi üsulu başlamaq üçün qoyub bu kənardan başlayaq. Məsələn, qoy bu hissədən mən yazım. Həndəsi üsul. Həndəsi üsul. Aşağı hissədən həndəsi üsulu, həndəsi üsula bu məsələni həll edəcəm. Demək, ilk növbədə biz həndəsi üsulunu həll etdiyimiz zaman demişik ki, qüvvələr üçbucaqlısı yaradırıq. Qüvvələr üçbucaqlısını yaradan zaman nə edirik? Qüvvələri üçbucaq formasına çeviririk. Baxırıq ki, bizdə hansı qüvvələr var? Bir dənə xarici qüvvəmiz P qüvvəsidir, C nöqtəsində tətbiq olunur və daxili qüvvələrimiz var, hansı ki, biz onun hal-hazırda sistemə baxdıqda gözlə görmürük, amma AC çubuğunda bir daxili qüvvə var. Onu belə deyək, tətbiq olunmuş nöqtədən nəzərə alsaq, burada AC qüvvəsi var, gördüyünüz kimi və burada da bir BC qüvvəsi var. BC çubuğunda BC qüvvəsi var və biz bu daxili qüvvələri üçbucaq formasına çevirmək üçün ilk növbədə bizə verilən bu P qüvvəsini çəkərik. Hal-hazırda bu bizim olur P qüvvəmiz və daha sonra AC qüvvəsini qüvvələr üçbucaqlısı qaydası ilə nə edirik? P bucağı ilə birləşdiririk. Bu olur bizim AC qüvvəmiz. Buna AC qüvvəsinə biz S1 deyə bilərik. Və bir də hələ ki oxların işarəsini çəkmirəm, sonda çəkmiş olacağım. Bu da olur bizim BC qüvvəmiz. BC-ni də ki C1 olaraq işarə edə bilərik. Bu da daha doğrusu C2 olaraq. Bu da olur C2. Biz isə bilirik ki, həndəsi üsulla qüvvələri topladığımız zaman sonrakının belə deyək, başlanğıcı əvvəlkinin sonuna düşük olmalıdır. O zaman əgər bizim bu birinci qüvvəmiz olursa, bu istiqamətdə olmalıdır, bu da bu istiqamətdə olmalıdır. Yəni bu bizim S1 qüvvəmiz olacaq. Qoy bunu burada çəkeyim. Bu da bizim S2 qüvvəmiz olacaq. Gördüyünüz kimi nə oldu? Bizim qüvvələr üçbucaqlısı yaranmış oldu. Və bu qüvvələr üçbucaqlısı yarandığı zaman biz bunun daxili bucaqlarını tapmalıyıq. Daxili bucaqlarını necə tapırıq? Demək, baxırıq S1 qüvvəsi ilə S2 qüvvəsinə, kəlişdiyi nöqtəyə. Görürük burada yaratdığı bucaq nə qədər olmalıdır? Bunu bilmək üçün biz baxırıq bizim ilkin olaraq bizə verilmiş sistemə. Görürük ki, bu bizim
S2 qüvvəmiz idi, BS çubuğu. AC çubuğu da S1 qüvvəmiz idi. S1 ilə S2-nin kəsişdiyi nöqtədə görürük ki, 90 dərəcə bucaq əmələ gəlib. Demək, bura olacaq nə qədər? 90 dərəcə olmuş olacaq. Sonra baxırıq, biz belə deyək, bu P qüvvəsini nəzəri olaraq təsəvvürümüzdə bu P qüvvəsini paralel olaraq bu nöqtəyə tətbiq etsək, başlanğıcını bu nöqtəyə tətbiq etsək, görərik ki, P qüvvəsi ilə AC çubuğu arasında qalan bucaq nə qədər olacaq? 30 dərəcə. O zaman P qüvvəsi budur, AC çubuğu da bizim S1-imizdir. Əvvəlcədən işarə etmişik. S1-imiz bizim AC çubuğumuzun daxilində yaranan qüvvədir. O zaman burada da yaranan bucaq nə qədər olacaq? 30 dərəcə olacaq. O zaman avtomatik də məlum olur ki, burada yaranmış bucaq da 60 dərəcə olmuş olur. Yəni, belə deyək, bizim burada bir daxili qüvvəmiz yaranır, çubuğun daxilində. Bunu da S1 adlandırırıq. Burada da yenə bir daxili qüvvəmiz yaranır. O da adlandırırıq S2 qüvvəsi. BS çubuğun daxilində S2 qüvvəsi yaranmış olur. Və indi biz hal-hazırda baxırıq, belə deyək, sistemimizə, həndəsi üsulda çəkdiyimiz üç bucağa və görürük ki, P qüvvəsi bizə məlumdur. Nəyə bərabərdir? 1000 Newtona bərabərdir. S1 məhsuldur, S2 məhsuldur, daxili bucaqlar məlumdur. Həndəsi üsulu dediyi hesablama zamanı biz hansı metodlardan, hansı teoremlərdən istifadə edirik? Sinuslar teoremindən və kosinuslar teoremindən istifadə edirik. Hal-hazırda bizim bu qüvvələr bucağısında görürük ki, bizə ən əlverişli üsul, ən əlverişli teorem sinuslar teoremidir. Yəni, belə deyək, qüvvənin qarşısındakı bucağın sinusuna, daha doğrusu nisbəti, belə deyək, sinuslar teoremini göstərir. Yəni, biz necə yaza bilərik? Yaza bilərik ki, burada P-nin qarşısındakı bucağın sinusuna nisbəti. Qarşısındakı bucaq hansıdır? P qüvvəsinin qarşısındakı bucaq, baxın, 90 dərəcəlik bucaqdır. Deməli, sinus nisbəti. Sinus 90 dərəcəyə nisbəti. Bərabərdir nəyə? S1 qüvvəsinin qarşısındakı bucağın sinusuna nisbəti. S1 qüvvəsi budur. Qarşısındakı bucaq nədir? 60 dərəcə. Onun sinusa nisbəti. Sinus 60 yəni yazırıq. Bu da bərabərdir S2 qüvvəsinin nəyə nisbəti? Qarşısındakı bucaq hansıdır? 30 dərəcə. Yəni sinus 30-a nisbətinə bərabərdir. O zaman biz bu, belə deyək, tənlikdən, bu tənasübdən S1 və S2-ni tapa bilərikmi? Bəli. İlk növbədə bu tənlikdən, bu tənasübdən S1-i tapacağıq. S1 nəyə bərabər olacaq? S1 bərabərdir P vurulsun sinus 60 bölünsün sinus 90-a bərabər olacaq. Bilirik ki, sinus 90-da 1 alır. O zaman P vurulsun sinus 60. P'miz də 1000 Newton'dur verilib. O zaman 1000 vurulsun sinus 60 dərəcə. Və bunu da kalkulyatorla hesabladığımız zaman nə edirik? 1000 vur sinus 60 dərəcə. Nə verir bizə? Bizə verir 866 Newton. Yəni S1 bərabərdir 866 Newton. Demək, həndəsi üsulla biz AC çubuğunun daxili qüvvəsi olan S1 qüvvəsini nə etdik? Tapmış olduq. İndi baxırıq, belə deyək, tənasübün ikinci hissəsindən buradan S2-ni tapırıq. Necə hesablayırıq demək? Demək, ya istəsək bu ifadəni hesablayırıq. Çünki burada artıq bizə S1 məlumdur. Ya bu ifadəni hesablaya bilərik. Ya da bu ifadəni təkcə P bölünsün sinus 90-a bərabər edib buradan da S2-ni tapa bilərik. Qoy bu ifadəni P bölünsün sinus 90-a bərabər edib hesablayaq. Yəni, necə hesablayaq? P-nin sinus 90-a nisbəti bərabərdir S2-nin sinus 30-a nisbətinə. Bu da bərabərdir. Daha doğrusu buradan S2-ni tapsaq bərabərdir P vurulsun sinus 30 bölünsün
sinus 90'a. Sinus 90'da 1 alır, sinus 30'da 0.5 alır. Yəni P bölünsün 2'ye bərabər olacaq. P də 1000'dir, 1000'in də yarısı 500 Newton. Beləliklə biz S2'ni də tapmış olduq. Nə qədər? 500 Newton. Biz S2'ni tapmış olduq. Və beləliklə biz həndəsi üsulundan nə etdik? Qüvvələr üçbucaqlısını yaratdıq. Daxili bucaqları tapdıq. Sinuslar teoremi ilə S1 və S2 daxili qüvvələrini, çubuqların daxili qüvvəsini tapmış olduq. Bu bizim oldu. Bu məsələnin, verilmiş sistemin həndəsi üsulla həlli. Bu məsələni indi isə biz analitik üsulla hesablayaq. Analitik üsulla necə hesablayırıq? Demək, analitik üsulla burada yazacağım. Analitik üsul. Analitik üsulun da həllin aşağıdan çəkəcək. Analitik üsulla hesabladığımız zaman biz demək baxırıq sistemə xarici qüvvələrlə və daxili qüvvələrlə yaranmış sistemdə hər bir qüvvənin bir nöqtədə kəsişdiyini nəzərə alaraq onları bir nöqtədə tətbiq edirik. Yəni necə edirik? Tutaq ki, baxırıq sistemə, görürük ki, bizim sistemimizdə bir belə deyək, mərkəzi kəsişən nöqtəni götürürük. Kəsişən nöqtə görürük ki, C nöqtəsidir. Və C nöqtəsindən görürük ki, bir dənə xarici qüvvə P qüvvəsi tətbiq olunub. Bərabərdir 1000 Newton. Daha sonra bir dənə S2 daxili qüvvəsi var. S2 daxili qüvvəsi var. Hər bir qüvvəni belə deyək, mərkəzdən, kəsişən nöqtədən çıxan istiqamətdə çəkirik. Burada gördüyünüz kimi ox əksinədir, amma biz məsələni ilkin başladıqda bilmirik ki, oxun işarəsi hansı tərəf olacaq. Çünki biz onu həndəsi üsuluna hesablamırıq. Analitik üsuluna hesablayırıq. Ona görə də biz ilkin olaraq qüvvələri kəsişən nöqtədən çıxmış istiqamətdə çəkəcəyik, daxili qüvvələri. Və bir də bizim S1 qüvvəmiz var. O da AC çubuğunun daxili qüvvəsidir. Bu istiqamətdə S2 qüvvəsi. Və biz belə deyək, bu məsələyə əsasən biz nə edirik? Analitik üsulla hesablayırıq. Analitik üsulla hesabladıqda biz artıq buradakı yaranmış nələri, bucaqları hesablamalıyıq. Bir burada bucaq yaranır. Daha doğrusu bu bucağı tapmağa ehtiyac yoxdur. Biz koordinat sistemi bu nöqtədə quracağıq. Koordinat sistemi. Bu bizim X koordinat sistemimizdir. Bu bizim Y koordinat sistemimizdir. Və bu da X koordinat sisteminin uzantısıdır. Bizə lazımdır S2'nin X oxu ilə yaratdığı bucaq nə qədərdir? Və bu S1'dir. Üzr istəyirəm. Bu S1'dir. S2'nin X oxu ilə yaratdığı, X koordinat oxu ilə yaratdığı bucaq nə qədərdir? Və S1'in yaratdığı bucaq nə qədərdir? Bunu necə tapırıq? Bunu tapmaq üçün biz ilkin olaraq baxırıq əsas bizə verilmiş sistemə. Demək, bu verilmiş sistemin üzərində həmin o qırıq nöqtələri çəkirik. Koordinat oxunu qırıq nöqtələrindən çəkirik. Bu bizim olur üfüqi istiqamətə çəkdiyimiz X ox. Bizə də X ox lazımdır. Və biz həndəsədən bilirik çarpaz bucaqlar, düzdürmü? Çarpaz bucaqlar nə demişik? Bir-birinə bərabərdir. Bu X oxunu, üfüqi xətti buradan da çəkə bilərik, düzdürmü? Baxın, buradan da çəkdik. Bunlar nə oldu? Bir-birinə paralel. O zaman burada yaranmış bucaq, burada yaranmış bucağa bərabər olur, düzdürmü? Burada yaranmış bucaq nə qədər olur? Bu 90 dərəcədirsə ümumilikdə. Burada verilib də bizə 30 dərəcə. Bura nə qədər olur o zaman? Burada olur 60 dərəcə. Bura 60 dərəcədirsə, çarpaz bucaqlara görə bura nə qədər olur? Burada 60 dərəcə olur. O zaman S1'in X oxu ilə yaratdığı bucaq nə qədər olur?
60 dərəcə. O zaman buraya yazırıq 60 dərəcə. Düzdürmü? İndi baxırıq S2-nin x oxu ilə yaratdığı bucaq. S2-nin x oxu ilə yaratdığı bucaq, baxın, burada yaranmış bucaqdır. Düzdürmü? Bura 90 dərəcə idi. Baxın, 90 dərəcə. Onun 60'ı S1 ilə yaranandır. S1 ilə x oxu arasında qalan bucaqdır. Yerdə qalan 30'u isə S2 ilə x oxu arasında qalan bucaqdır. Yəni bu bucaq da olur 30 dərəcə. Aydındır. Biz beləliklə S1 və S2 daxili qüvvələrinin x oxu ilə yaratdığı bucağı tapmış olduq. Yəqin ki, hər kəsə aydındır. Bu sadəcə 7-ci sinif həndəsəsidir. Çarpaz bucaqların bir-birinə bərabər olma qaydasıdır. Ona nəzərimiz bucaqları nə etdik, tapmış olduq. Bucaqları tapandan sonra artıq biz, demək, bizim burada 3 qüvvəmiz var. P, S2 və S1 qüvvəsi. Bu 3 qüvvəni, demək, statikanın müvazən şərtlərindən istifadə edərək, müvazən tənliklərindən istifadə edərək hesablayacağıq. Yəni, nə edəcəyik? Proyeksiya alacağıq. Birinci, x oxu üzrə proyeksiya alacağıq. Yəni, sigma fx bərabərdir 0. X oxu üzrə olan qüvvələrimiz hansılardır? Görürük ki, S2 qüvvəsi x oxudur, amma x oxunun əksinədir, müəyyən bucaq altında. Və S1 qüvvəsidir, x oxunun əksinədir, müəyyən bucaq altında. P qüvvəsi isə şaqulidir. X oxuna adiyyəti yoxdur. Yəni, x oxu üzrə proyeksiya alanda P qüvvəsi 0 olur. Amma S2 qüvvəsi və S1 qüvvəsi 0 olmur. Neçə olur? Onu da indi hesablamalıyıq. Necə hesablayırıq? Baxırıq ki, x oxunun istiqaməti bu istiqamətdədir. Amma bu hər iki qüvvənin istiqaməti əksinədir. Əksi olursa, x oxunun əksinə olursa. Deməli, biz mənfi ilə yazmalıyıq bunları. Mənfi S1 vurulsun. X oxu üzrə hesablayırıqsa, kosinus yazırıq hər zaman. Kosinus nə qədərdir? 60 dərəcə. Sonra baxırıq S2-yə. Oxu x oxunun əksinədir. Yəni, sol tərəfədir, x oxu sağ tərəfədir. O zaman yenə çıx yazırıq. Çıx yazandan sonra yazırıq S2 vurulsun kosinus x oxuna görə proyeksiyalı deyə kosinus neçə dərəcə? 30 dərəcə. 30 dərəcə bərabərdir nəyə? Bərabərdir 0-a. Daha sonra buradan nə alırıq? Hər tərəfi vururuq mənfiyə. Hər tərəfi mənfiyə vurduqda bu mənfilər nə olur? Müsbətə çevrilir. Müsbətə çevriləndən sonra kosinus 60 dərəcədə bilirik 0.5 alır. O zaman yazırıq 0.5 vurulsun S1 bərabərdir mənfi S2 vurulsun kosinus 30 dərəcəyə. Düzdürmü? Hər iki tərəfi də vururuq. O zaman 2'ye vururuq ki, hər iki tərəfi 0.5 aradan qalxsın. O zaman biz yaza bilərik ki, S1 bərabərdir mənfi 2 S2 vurulsun kosinus 30 dərəcəyə. Yəni, biz S1'in qiymətini tapmasaq da, S1'i S2 ilə ifadə etməyi artıq tapmış olduq. Buradakı məsələdə S1'i S2 ilə ifadə etməyi tapmış olduq. İndi isə bu çəkdiyimiz sistemə əsasən y oxu üzrə proyeksiya alaq. Demək, sigma fy bərabərdir 0 yazırıq. Bu zaman baxırıq, şaquli istiqamətdə qüvvələrin cəmi nə olmalıdır? 0-a bərabər olmalıdır. Baxın, buradakı kimi 0-a bərabər olmalıdır. Şaquli istiqamətdə qüvvələrimiz bizim hansılardır? P qüvvəsidir, şaquli istiqamətdədir, amma y oxunun əksinədir. S2 qüvvəsidir, şaquli istiqamətdədir, müəyyən bucaq altında, y-ın əksinədir və S1 qüvvəsidir, y istiqamətindədir, müəyyən bucaq altında, şaquli istiqamətdədir. Deməli, hər üç qüvvəni biz nəzərə alacağıq. İlk növbədə P qüvvəsini yazaq. Görürük ki, y-ın əksinədir, o zaman əksin olursa, mənfi P yazırıq. Sonra yazırıq S2, o da y-ın əksinədir, mənfi yazırıq. Müəyyən bucaq altında təsir göstərib, hansı bucaqda 30 dərəcə, y-ə görə baxırıqsa, kosinus yox, sinus yazırıq. Sinus nə qədər? 30 dərəcə. Bir də qalıb bizim S1 qüvvəmiz. O görürük ki, müəyyən bucaq altındadır, amma y istiqamətindədir. O zaman necə yazırıq? O zaman plusla yazırıq. S1 vurulsun sinus. Bucağı nə qədərdir? 60 dərəcədir. Bərabərdir nəyə? Bərabərdir 0-a. Və baxırıq məsələmizə. Demək,
bu məsələdə biz P-ni bilirik, S2-ni və S1-i bilmirik. Bəs nə edə bilərik? S1-i S2 ilə ifadə edə bilərik. Eləyək o zaman. Yazaq. Mənfi P-nin yerinə. P-nin qiymətini yazaq. Olur. Mənfi 1000 çıxılsın. S2 vurulsun sinus 30. Sinus 30'da bilirik ki 0.5 alır. O zaman yaza bilərik. 0.5 S2. Bir də S1'in yerinə bu ifadəni yazacağıq. Yəni plus mötərizədə mənfi 2 vurulsun S2 vurulsun kosinus 30 və bir də burada qalır sinus 60 vurulsun sinus 60. Baxın bunu S1 ilə ifadə etdim. O da bərabərdir 0-a. Baxırıq ifadəmizə. Demək, biz bu tənliyi həll edərək məhsulumuz nədir? S2. S2-ni tapmalıyıq. O zaman S2-mizi tapaq. İlk növbədə bu ifadəni sadələşdirək. İlk növbədə hər tərəfi mənfiyə bıraq ki, qoy tənliyimiz müsbət olsun. Hər tərəfi mənfiyə vuranda bu müsbət olur, bu müsbət olur, bu müsbət olur. Və daha sonra hər tərəfi 2'ye vurduqda qoy 0.5'ten azad olsun. O zaman necə yaza bilərik? O zaman yaza bilərik S2 plus 4 vurulsun S2 vurulsun kosinus 30 vurulsun sinus 60 bərabərdir. 1000'i də 2'ye vuranda nə eləyir? 2000. Hər tərəf 2'ye vurur da 2000. Daha sonra biz 4 vurulsun kosinus 30 vurulsun sinus 60'ı kalkulyatla hesablayaq. 4 vur kosinus 30 vur sinus da sinus 60 cevap edir. Demək S2 plus 3 S2 edir cevap. O da bərabərdir 2000. Buradan da ala bilərik ki 4 S2 bərabərdir 2000. O zaman S2 nəyə bərabər olur? 500. 500 Newton. Biz belə deyək, analitik üsulla hesablayaraq S2 qüvvəsini tapmış olduq 500 Newton. Və burada S2'nin qiymətini gətirib buradan yerinə qoysaq nə olur? S1'in də qiymətini tapmış olur. Qoyaq yerinə hesablayaq. Demək, mənfi 2 vurulsun S2 500 idi. Vurulsun kosinus 30 dərəcə. Bunu da kalkulyatorla hesablayaq. Demək, 2 vur 500 vur sinus 60. Bu da eləyir 866 Newton. Demək, biz nə etdik? Boy buradan yazım. S1 qüvvəsini 866 hesablayanda mənfini yazmamışdım. Nə olur? Mənfi 866 Newton. Burada mənfi alınması onu göstərir ki, yəni bizim bu çubuqları çəkəndə, buradan çubuqları çəkəndə gördüyünüz kimi S2'ni bu istiqamətdə çəkdik, S1'i bu istiqamətdə çəkdik. Biz özümüzdən ilkin olaraq oxları belə deyək, mərkəzdən çıxmış istiqamətdə çəkmişdik ilkin olaraq. Amma görürük ki, mənfi alındı. Mənfi alınması onu göstərir ki, biz burada ilkin olaraq oxu bu formada deyil də bu formada çəkməli idik. O zaman nə olurdu? Bizim məsələmiz əks istiqamətdə olmalıdır burada aldığımız cavab. Yəni belə deyək, bu istiqamətdə olduğun
göstərir. Və qiymətlərimiz nə oldu? S2 500 Newton, S1 866 Newton. Və baxırıq biz həndəsi üsuluna hesabladığımız dəyərləri. Görürük ki, buradan da S2-ni 500 Newton tapmışıq həndəsi üsulundan, S1 isə 866 Newton tapmışıq. Yəni, qısacası biz hər iki üsulundan hesablayaraq AC və BC çubuqlarının daxili qüvvələrini tapmış olduq və dəyərlərin də üstə düşdüyünü görmüş olduq. Siz də hər iki üsulundan hesablayaraq eyni dəyərləri ala bilərsiniz. Lakin ola bilər ki, ilkin halda sizə həndəsi üsul daha asan gəlsin. Amma bu həndəsi üsul yalnız cismə, sistemə 3 qüvvə təsir etdiyi əlverişli hesab olunur. Amma analitik üsul isə cismə istənilən sayda qüvvə təsir göstərdikdə onu bu üsulla hesablamaq mümkündür. Sağ olun, salamat qalın.